Bax, dəyərli qardaşım və bacım, Allahın elə qulları var ki, onların nə gözləri görmür, onların əlləri və ayaqları yarımçıqdır, lakin Allaha ibadət eləməyə mane olmur onlara. Allah Teala sənə göz verib, qulaq verib, əllər verib, ayaqlar verib, Allah Teala sənə sağlamlıq verib, lakin sən Allaha ibadət eləmirsən. Allah Teala deyir ki, ələm nəcəəlləhu ayneyn, biz ona iki göz, və lisənən və şəfəteyn, bir dil, iki dodaq vermədiyimi. Başqa bir ayda Allah Teala deyir ki, ya eyyuhəl insan, ey insan, mə qarrəkə bi rabbikəl kərim, kərim olan Rəbbivə qarşı sənə nə gətirir? Nə mani olur ki, Allaha ibadət eləmirsən? Əlləzi xalaqəkə fəsəvvəkə fəədələk, o Rəbbin ki, səni yaradıb, kamil bir görkəmə gətirib. Allah Teala sənə yaxşılıq eləyib, Allah Teala sənə əzəmətli, sağlam əzalar verib. Xəstə qulları Allaha ibadət eləyir, lakin sən sağlam qul, Allaha ibadət eləmirsən. Heç sənə yaraşarmı? Sənə yaxşılıq edənə qarşı sən pislik eləyəsən. Hətta sənə yaxşılıq eləyən insanlara qarşı pislik eləmirsən. Allah sənə ən yaxşı yaxşılığı eləyəndir. Lakin ona yaxşılıq eləmirsən, ibadət eləmirsən.